Bir daha salam, artıq biz sizinlə 12-ci dərslikdəyik və bu dərslikdə biz sizinlə dəyişənlər funksiyalarla deyə mövzusundan bəhs edəcəyik. Bu mövzu isə məhz standart PHP proqramlaşdırma dilində, yəni kodlama tərəfindən, bu bizim tərəfimizdən deyil, məhz kodlamanın öz qaynaq kodlaması olan funksiya yönümlülüklü və bütövlülüklü məna cəhəti ilə kəsbinə vardırılmış bu kodlama, yəni gedişatından görəcəyik bu işləmi. Bu işləm əslində bizlərə daha çox hansı bölümə müraciət edərəkdən ona timsal olan xarakteristikanı, yəni göstərməyi və əldə etmək bacarığını, yəni bizlərə təqdim edir və bünövrəsini bildirir. Və əlbəttə ki, biz də bu funksiyaların təyinatı və onların gedişat tələblərini və nəyə yönləndirilə bilmə qabiliyyətlərini yoxlaya bilməmiz üçün dərsimizə artıq başlamalıyıq sözsüz ki. Və ilkin öncədən əlbəttə ki, öncəki dərsliklərdən yaratdığımız və işçi stolumuzda qısa yol icrası kimi qeydinə vardırdığımız website deyə qovluğumuza daxil olun. Daha sonra website deyə qovluğumuza daxil olduqdan sonra, yəni gördüyünüz kimi burada mənim bir neçə tip faylım mövcuddur. Bunlardan ilkin olanı mənim ilk PHP faylım .php uzantılı və tipli faylımdır. Gördüyünüz kimi və hər dəfə bizə lazım olan. Daha sonra design.css faylımız var. Və son olaraqdan da Mozilla Firefox deyə bilinən və bölgülənən bir brauzerimiz var, səyyah olan proqramımız var ki, yəni kodlamamızı əks etdirəcək və bizə təşkilinə vardıracaq. Və biz indi ilkin öncədən əlbəttə ki, hər dəfə olduğu kimi bu dərsliklə də bir daha yenidən mənim ilk PHP faylim .php fayl üzərində sağ düyməni qeyd edirik və açılan siyahıdan edit with Notepad++, yəni bu tipli olan .php uzantılı və tanımlamalı olan PHP faylinin məhz bizlərə Notepad'ın daha da, yəni qeyd dəftərçəsi olan bu kodlama işləmə proqramının daha da üstün bir versiyası ilə bizlərə redaktə etdik və açırıq. Çıxdıqdan sonra, yəni açdıqdan sonra sözlüyümü seçdikdən sonra gördüyünüz kimi bir öncəki dərsimizdə burada bizim məhz PHP-yə görə nümunəvi və xas aidiyyətlılıq kimi götürdüyümüz kodlamalarımızı işlədiyimiz prosedurları görə bilirik. Və indi mən öncəki dərsliklərdə yaratdığımız kodlamaların, yəni hər birini sildim, yəni PHP kodlamalarını ümumxas olaraqdan və onları backspace vasitəsilə klaviatur üzərindən olan düymənlə sildim. Və indi yeni kodlamalarımızı yazacağıq əlbəttə ki. İlkin öncə PHP-nin açılma kodlarına müraciət edirik. Əlbəttə ki, biz buna artıq bu sadə prosedur olan yöntəmləmə üslubiyyəti qaydasını biz bilirik. Daha sonra biz burada bir dəyişən nizamı aldıraq və dəyişənin prinsipal dəyərini bildirək. Məsələn, bunu daha da anlamlı bir forma bünövrəsinə gətirmək üçün burada biz dəyişən işarəsini qeyd etdikdən sonra, yəni dollar işarəsi olan simvolizəni, xarakter olan kəmiyyəti, daha sonra deyirik ki, adına birinci altdan xət yazı tipli dəyişənim deyəcəyik burada biz. Və dəyişənimizin bərabər olduğu qiymət membranını nəyə bildiririk? Burada xüsusi 2 dırnaq içərisində artıq sətir bölgülülüklü yazı timsalımıza bildiririk. Bunun adı nə olsun məsələn? Elə sadə anlayış frazalı olduğuna görə sətir tipli yazı bölgüm deyə sözlüyünə əks etdirək bunu və xarakterizəmizi yəni bildirək bu cür və yazı bölgüm deyə qeyd etdik. Və nöqtəli vergülü unutmayırıq. Bu prosesin məhz bizim bir dəyişən tanımladıq və dəyişənin adını gördüyünüz kimi adından məlum olan birinci yazı tipli dəyişənin və bərabər qiyməti olan 2 dırnaq içərisində yazı bölgülülüklü olan sətir tipli yazı bölgüm adlı, yəni sözlüyə mənzəti və bildirdik. İndi biz bu dəyişəndən əlavə əlbəttə ki, bir neçə dəyişən də fikrimizə və işimizin gedişat məqbərəsinə görə yəni daxil edəcəyik və bildirəcəyik. Burada artıq biz yəni indi ikinci yazı tipli dəyişənim deyə eyni ilə də bir başqa dəyişən yaradaq. Yazı tipli dəyişənim daha sonra bərabərdir. 2 dırnaq içərisində bir daha yenidən burada artıq qeydə alırıq. Bir boşluq işarəsi qeydə alırıq burada bir fərq etibarı ilə. Sonra yazırıq ki, bir sonraki yazı xarakterim deyə söz bölgülülüyünə daha sonra da bu ikinci dəyişənim
olan tipli, yazı tipli dəyişənimi də bildiririk. Bir sonraki yazı xarakterim. Yazı simvolizəli olan bu bölgünlüyü. Və bunu da bildirdikdən sonra əlbəttə ki, daha sonra biz yəni üçüncü bir sətrə düşməyəcəyik burada biz. Çünki əslində bunu bir dəyişən götürdük və nizamına aldırdıq. Sadəcə olaraq iki dəyişəni bildirdikdən sonra, yəni bu bölgünlük aidiyyatlığı prinsipallığını, yəni götürmə cəhdinə vardır. İki dəyişəni tanımlama hesabına qadir olduq və dəyərlərini mənimsətdik. İndi biz yenidən PHP kodlamasını yəni açıb bağlamaq etibarlılığı ilə, yəni təşkilinə vardıraraq da bir daha PHP kodlamasına müraciət edək və PHP-nin burada artıq məhz bir başqa dəyişənə, yəni gördüyünüz kimi burada iki dəyişən və onun bərabər olduğu qiymət olan dəyərləri mənimsətmişik. Artıq biz üçüncü dəyişənlə məhz iki dəyişənin bir dəyişəndə cəmlənmə prosedurasına uğratmağa, yəni sövq edəcəyik, bunu bacaracağıq bu işləmi. Bəli. Hətta 3 barmağım əlimdə varsa, yəni 2 barmaq fərdi tərəf olmaqla 3-cü barmaqda cəm timsalı olaraqdan bərabər hədd bölgünlüyündən mənimsədilmə operatorluğa, ardıcıllığına davam etdirilərəkdən, yəni götürülür bu cür bölgülər. İndi biz burada anlam prosedurası kimi dəyişənimizin adını məhz elə 3-cü yazı tipli dəyişənim deyə bölgünlüyə, frazaya uğradaq. Və bildirək əlbəttə ki, bunu dəyişənim deyək, yazı tipli dəyişənim. Və bunun artıq bərabər olduğu qiymət membranının məhz dəyişənin özüllüyünə, yəni öncüllüyünə bildirək. Hansı ki, hansı öncüllüyü olan, yəni yazı tipli dəyişənimizə burada artıq biz gördüyünüz kimi birinci yazı tipli dəyişənim deyə qeyd etmişdik öncədən və indi biz də onu burada əlbəttə ki yazırıq gördüyünüz kimi. Daha sonra bu bölünümün bildirdikdən sonra məhz üçüncü yazı tipli dəyişənimizə eyni zamanda başqa bir bir daha yenidən üçüncü yazı tipli dəyişənimizi qeyd fəzasına, yəni uğradaq və bildirək bunu da. Üçüncü yazı tipli dəyişənim və daha sonradan artıq bunu hansı dəyişənə mənimsədəcək əlbəttə ki, burada artıq ikinci yazı tipli dəyişənimizə mənimsədiləcəkdir. İkinci yazı tipli, yəni dəyişənin bölünümünə bölünəcəkdir burada. Lakin burada bir fərq etibarlılığı olacaqdır. Bu isə bir nöqtə, ayrıcı təbəqə bölünəcəkdir. Çünki biz üst bölgülülük məqbərəsinə məsələn qayıdıb baxsaq, gördüyünüz kimi burada ad bölgülülüyü mənası ilə yerinə yetirilən üçüncü yazı tipli dəyişənim olan dəyişənimizə məhz birinci yazı tipli dəyişənimin qiymət və eynilikdə ad bölgülülük, bir sözlə özlüyünü məhz 3-ə xarakterizə etmiş. Amma 3 artıq yəni dolumluluqludur. Yəni 3 artıq bilinir hansı dəyişən artıq üçüncü dəyişən birinci dəyişənə, yəni mənimsədilərəkdən götürülmüşdür. Məhz üçüncü dəyişən ikinci dəyişəni eyni vaxtda öz üzərinə hüquq bölünümü kimi və ya vəzifə yerinə yetirmə ardıcılığı kimi öz əlinə necə yenidən bunu yerləşdirsin və qeydinə vardırsın. Bir sözlə sadə dildə desək, yəni eyni zamanda üçüncü dəyişən hər iki dəyişənə mənsub edilsin. Bu isə əlbəttə ki, nöqtə kimi bilinən və bölgülənən, bu isə anlam o deməkdir ki, artıq bir dəyişən ikinci bir dəyişənə xarakterizə edildikdən sonra üçüncü bir dəyişən yenə də birinci dəyişən davam etmək üçün burada ayrıcı nöqtə olan davam edici nöqtəni qeydə alırıq və ondan sonra bərabərlik işarəsini qeydə alırıq. Yəni artıq iki dəyər ataması olan, yəni dəyişkənliyimizə uğratdığımız birinci dəyişənimiz və eləcə də ələxüsus ikinci dəyişənimiz məhz üçüncü dəyişənimizə artıq cəmlənmişdir. Eyni zamanda dəyərlər və adları da ona xarakterizə edilmişdir. Üçüncü dəyişənimizi əlimizə almamız, əslində elə birinci və ikinci dəyişəni əlimizə almamıza, yəni bərabər hədd deməkdir artıq. Yəni bu cür formada bizlərə təqdim olunur və bölgülənir. İndi biz burada ikinci yazı tipli dəyişənim adlı bu bölgünü də əlbəttə ki bildirək, adını yəni bölgüləyək bu nizam ölçülülüyünə
Daha sonradan biz əlbəttə ki, burada bu bölgülənməni əlbəttə ki, əks-səda etməliyik. Çünki hipersənədimiz nəyi əks-səda etməyini anlamalıdır. Bunları biz tanımladıq və tanımlanmanın dəyər bütövlüyü olan cəm xarakteristikalı dəyərlərini bildirdik. Bu dəyərlərin, eləcə də ad bütövlülüklərin ümumən hipersənədimizə nə cür formada, yəni əks-səda olma, hansı dəyər kəmiyyətinin, hansı dəyişkən ad bütövlülüyünün məhz ümumən gövdəmizə, yəni hipersənədimizin boş olan ağ fəza adlandırdığımız boş sahəsinə səslənər bilinməsinə, yəni əks-səda görsənilə bilinmə formasına gətirilməliyik. Əlbəttə ki, biz burada indi üçüncü dəyişəni məhz əks-səda etməliyik. Artıq bunun nəyə görə üçüncü dəyişəni, yəni mənimsədildiyini bilirik əlbəttə ki. Çünki üçüncü dəyişən əslində iki dəyişəni özünə yəni mənimsətmişdir. Elə üçüncü dəyişəni əslində tam ümumən hipersənədimizə yəni xarakterizə edərəkdən əks-səda etməmiz. Eyni zamanda birinci və ikinci dəyişəni də əlxüsus olaraqdan gövdəmizə, yəni üzr istəyirəm burada güldüyümə görə, bu biraz yorucu dərslik olacaq, əlbəttə ki, bilirəm mən bunu. Yəni əslində üçüncü dəyişənimizi ilə əks-səda eləmək, birinci və ikinci dəyişənimizi ilə əlxüsus, yəni üçüncüyə nizami olaraqdan dəyər bütövlüyü cəmlənərəkdən onların cavab bütövlüyü ilə əks-səda etməyə bərabərdir. Yəni, bu qiymətə xarakterizə edilir. Üçüncü yazı tipli dəyişənin deyək, burada indi biz bir sözlə və bu atamanın da keçək, əlbəttə ki, burada qeyd olunma prosesində və ya prosedurunu, əlbəttə ki, biraz başımıza ağramadan və bu işləmi yerinə yetirək biz. Artıq biz bu bölgülüyü bildirdikdən sonra burada sadə bir BR atributu qeydə aldıraq. Və bu cür formada əlbəttə ki, götürülmüş tərəf müqabilliliyini bildirək və bunu bildirək. İndi biz fayl menüsündən ilkin olaraqdan save edək və bu proseduranın bu qədər yazılmış kodlama olan bölümün hansı cür tipik xassiyyə aidiyyatlı olduğunu, yəni standart görək. Qaydaq indi website deyə qovluğumuzda gördüyünüz kimi burada artıq Mozilla Firefox adlı brauzerimizi çalışdırmanın vaxtı gəldi əlbəttə ki. Və səyyah olan brauzerimizi çalışdırdıqdan sonra ilkin öncə ünvan sətrini seçərəkdən serverimizin HTTP, yəni Hypertext Transfer Protocol, yəni Hypertext yazı ötürmə protokolu, transformasiyaya uğrama protokoluna baxdığımızda serverimizin standart olaraq, yəni artıq mən öncəki dərslərdə əlbəttə ki, qeyd etdiyimizə görə, artıq HTTP yazdığımıza görə bu artıq alt bölgülükdə, yəni ünvan sətri tam olaraq bizlərə görsənilir və bu da bizim faylımızın, mənim ilk PHP faylim .php faylı uzantının, yəni tam direktoriyasıdır. Və ünvan sətrini aşağı işarəsi ilə, yəni klaviatura üzərindən seçdikdən sonra tam dolğunluqlu şəkildə, yəni seçdikdən sonra ünvan zolağını və artıq Enter tuşunu sıxsanız, gördüyünüz kimi sətir tipli yazı bölgüm. Bir sonraki yazı xarakterində ümumxas olan iki cümləni məhz üçüncü sətir tipli dəyişən olan ad bölgülüklü olan üçüncü yazı tipli dəyişənim əslində bunu əks etdirdi bizlərə. Yəni, iki dəyişəni özünə mənimsədərək əks etdirdi. İndi biz qaydaq kodlamamıza və bir daha BR atributunu, yəni HTML dilimizdən yararlanaraqdan, yəni bu işləmi yerinə yetirərəkdən PHP-nin indi artıq yenidən bir daha özlüyünə müraciət edəcəyik və PHP-nin əlbəttə ki, əlxüsus bir daha yenidən bir başqa bünövrəlikli olan kodlarını yazacağıq əlbəttə ki. Amma burada PHP-ni əlbəttə ki, yazmadan öncə biz bunları belə formada deyil, məsələn, öncülüyünə doğru deyək. Məsələn, burada deyək ki, alçaqlığa doğru yazı. Bu nə demək anlamına gəlir? Bu əslində sadə bölgülənən xüsusi funksiyalardır ki, PHP-də cəmlənmişdir. Biz sadə bölünüm olan iki dəyişəni, bir dəyişəni olan üçüncü dəyişəni mazlı dəyişənimizə xarakterizə etmişdik. Artıq burada PHP-nin öz standart kitabxanasından olan və xüsusi kodlamalı olan, bünövrəli kodlamaları olan funksiyalar bölümünə müraciət edəcəyik və bu
hazır funksiyalardan biz yararlanaraqdan hansının hansı cür prosedura uğramasının yəni şahidi olacağıq və bunu biz görəcəyik əlbəttə ki. Bunun üçün biz PHP kodlarımızı açdıq və bağladıq, amma bunu düz olan bir sütunda qeyd etdik gördüyünüz kimi və öncüllüyündə də sadə BR atributundan sonra alçaqlığa doğru yazı deyə timsalını bildirdik. Və indi biz burada sadəcə PHP üçün bir əks-səda bəyannaməsi edək və əks-səda bəyannaməsinin xüsusi funksiya yönümlü olan string lower to lower, yəni string to lower sətir tiplikli olan bir bölgünlüyünün əslində alçaqlığa doğru azalma səviyyəsinin bölgülənməsindən danışacağıq biz burada. Yəni bunu yerinə yetirilir əslində bu işləmləmə olan prosedura. Məhz funksiya hansı cür işləmləmə prosedurasına aidiyyatlı olacaq? Məhz burada yerli və yerində qeydə aldırdığımız hansı dəyişən adına mənsub ediləcəkdir deyə onu qeyd edirik artıq biz burada. Baxın, burada biz dəyişən işarəsini qeyd etdik əlbəttə ki və dəyişən işarəsini qeyd etdikdən sonra bizim hansı dəyişənimizə məhz bu əlamət olan funksiya olan yerinə yetirilməsini qeyd edirik. Bunun üçün də biz burada üçüncü yazı tipli dəyişənin deyə yazıya bunu sövq edəcəyik. Yəni dəyişən adına sövq edəcəyik. Tipli dəyişənin deyək və bu cür bölgüləmə xarakteristikası ilə bölgülədikdən sonra sonunda nöqtəli vergülü qeyd edərəkdən bunun bir funksiya yönümlü işləm olduğunu bildirərəkdən daha sonra BR atributunu burada bir daha yenidən alt sətir bölgülüyü nizamına və sütununa düşməmiz üçün, yeni sətrə keçməmiz üçün sadə bir HTML dilimiz də yaddan çıxartmayaraqdan qeydinə vardırıq. Və indi isə alt sətirdə daha bir bölünüm yüksəlişə doğru yəni yazı deyək. Və bu cür ad timsalı bölgülüyündə artıq burada mən belə başa düşürəm ki, beyin formalaşmanızdan və yəni bu ingilis dilini bilmə cəhdliyinizdən fikirləşirəm ki, artıq tapmısınızdır bunun cavabını birinə. Çünki əks-səda olmanın hansı funksiya? Məsələn, ilk öncəmizi, üçüncü dəyişənimizə məhz string to lower demişdi. Artıq indi isə yəni string to lower, aşağıya doğru, yəni alçaqlığa doğru əks-səda olunma bünövrəsini demişdik. Amma biz indi əks-səda olunmanı string to upper, yəni string to upper, yəni bu sətir tipikli olan bu bölgülülük funksiyam əslində artıq yüksəlişə doğru, əks bölünümü, yüksəlişə doğru artımını bildirəcəyik. Onun üçün biz burada artıq str to upper, yəni yüksəlişə doğru bu sətir tipikli olan bölgülülüyümüzü artıq bildiririk. Nöqtəli vergülü unutmayaq və nəyə bildiririk əlbəttə ki, bir daha bunu burada qeyd edirik əlbəttə ki, echo string to upper gördüyünüz kimi bu bölünümü də məhz bu bölünüm olan proseduranda əlbəttə ki, üçüncü yazı tipli, yəni üçüncü yazı tipli, baxın, tipli dəyişənim adına sövq edirik və mənimsədirik və bölgüləyirik bu işləmi də. Və daha sonra da PHP-nin kodlamasını bağlayırıq və PHP işləmini yəni bu cür formada yerinə yetiririk. İlkin öncədən əlbəttə ki, yəni bu bölünüm olan funksiyanı, yəni bu görülə bilinən bu tərəf müqabiliyyini, yəni yoxlayaq və bunun təsvirinə vardıraq bu işləmi və fayl menüsünə save edək hələlik biz. Qaydaq səhifəmizi yeniləyək. Məsələn, gördüyünüz kimi alçaqlığa doğru yazı adlı sözlükdə gördüyünüz kimi bütün növ əslində cümləm ümumən başdan ayağa, yəni sətir tipli yazı bölgüm, bir sonraki yazı xarakterim, adlı yazı mənalı cümlə bölgülüyümün bütün hərfləri məhz alçaqlığa doğru balaca yazı tempində yazılaraqdan, yəni bizim qarşımıza çıxardılmışdır. İkinci bir yüksəlişə doğru yazı anlamlı sözlüyümüz olan funksiya yönündə bu işləmimizə də baxsaq, əgər biz gördüyünüz kimi bütövlükdə eyni cümləm olan, yəni üçüncü dəyişənini xarakterizə etdiyimiz cümləmiz olan, bu səfər isə artıq yüksəlişə doğru bütövlükdə hər bir hərfi belə böyük hərflər yazılaraqdan, yəni qeydinə vardırılaraqdan bizlərə göstərilir. Və bu cür təqdim olunur. Artıq biz qaydaq kodlamamıza bir daha yenidən və yenidən bir sətirdə aşağı düşək
bir başqa bölünüm olan ilk başlıq hərfi yüksəkliyə doğru deyə bir başqa proseduranda yoxlayır. Əlbəttə ki, burada bu xüsusi yəni dəyər anlamlı və bölgülənməli bu cür funksiya bölünümləri çoxdur burada. Yəni bir neçə xassəyə aidiyyatlığı edilib burada. Yəni bir çox yəni ayrıntılıq fərqləri də vardır, həm də fərdi tərəfləri də vardır. Lakin biz burada ələxsus olaraqdan daha çox nizama aldırılan tərəflərindən və onların daha çox işlənilən prosedur cəhdlərindən burada əlbəttə ki söz açırıq və onlardan mən sizə əlbəttə ki göstərirəm. Bunun üçün biz burada ilk başlıq hərfi yüksəkliyə doğru, yüksəlişə doğru deyək və qeydimizə vardıraq. Daha sonra PHP-nin kodlamalarını bir daha yenidən açıb qeyd etdikdən sonra echo əks sədamızı yenə də yeni tipli olan funksiyamıza, yəni bölgülə. Bu isə awk_first. Awk_first isə əslində ilkin hərf və ya bölgülüyü ümumən bu cür formada. Yəni uppercase first. Yəni ilkin hərflər, ümumiyyətlə ilk başlıq hərfi yüksəlişə doğru nizama aldırılması bəhs edilir. Yenə də bunun hansı dəyişənə mənsub edilməyinə gəldikdə isə bir daha da yenidən məhz bunun sadəcə olaraq üçüncü yazı tipli dəyişənimə xarakterizə edirik bunu da həmçinin. Üçüncü yazı tipli dəyişənim deyə qeyd edirik. Dəyişənim. Və bunu da bölgülədikdən sonra əlbəttə ki bir daha da yenidən biz burada PHP kodlamamızı bağladıq və PHP kodlamamızı yəni bildirdikdən sonra dr deyə bir dama sətri aşağı düş deyə nizama düşərəkdən yeni sətrə düşdük. Və artıq bundan əlavə ümumi hərflərini yüksəlişə doğru işləm də vardır. Bunun üçün də bir daha yenidən ümumi hərflər yüksəlişə doğru deyəcəyik və bu cür bildirəcək. İndi xarakteristikamızda əlbəttə görəcəyik biz kodlamasını işləyərəkdən. Yenidən PHP, echo, əks-səda olunma ünümrəliliyi və cəhdliliyi, awk_words. Artıq burada awk_words isə yəni uppercase words. Yüksəlişə doğru ümumxas söz, ümumi hərflər. Sanki bu bizə true to upper. Yəni sətir tipli olan bölgülüyümüz olan ikinci öncədə qeyd etdiyimiz, yəni yüksəlişə doğru yazı olan bəyannaməmiz olan, yəni funksiyanı bizlərə xatırladır və bir başqa bölgülülük frazası kimi bizlərə təqdim olunur. Echo awk_words daha sonradan awk_words'umuzu, yəni hansı tipli dəyişənimizə müraciət edəcəksə, yenə də həmçinin bu funksiyada aidiyyatlı etdiyimiz dəyişənin adına yazırıq. Bunu da həmçinin əlbəttə ki üçüncü yazı tipli dəyişənim qeyd edirik burada. Dəyişənim və bildirdikdən sonra əlbəttə ki nöqtəli vergül sonluğunda və sual işarəsi, böyükdür işarəsi və PHP-ni əlbəttə ki bağladıqdan sonra BR, yenidən BR-ı qeydə alırıq və burada yəni bildirməyi yəni belə formada yəni göstəririk. İndi ilkin öncədən əlbəttə ki bura qədər yəni işlədiyimiz daha sonraki 4 ardıcıllılıq kimi bildirilən bu işləm bölünümünü də yəni yoxlayaq və fayl menüsünə artıq save edək. Bura qədər əməliyyatlarımızın hansı cür təşkilinə vardırdığını daha da yaxından görək. Ünvan zolağını seçdim artıq və yeniləyək səhifəmizi. Gördüyünüz kimi ilk başlıq hərfi yüksəlişə doğru deyə yəni gördüyünüz kimi sətir tipli yazı bölgüm bir sonraki yazı xarakterliyim adlandırdığımız və məna cəhdi ilə bildirdiyimiz bu cümlənin məhz həqiqətən də sadə sintaksiz anlam, yəni insanın başa düşdüyü kimi sanki cümlənin ilkin başlıq hərfi sadə bir cümlə prosedurasında olan məhz cümləmizə müraciət etdiyimizdə əlbəttə ki ilkin olaraqdan başlıq hərfini məhz böyüklə yazacağıq. Bu xüsusi bir isim, yəni Azərbaycan dilində qeydə alınan, yəni yadınıza düşürsə əlbəttə ki burada xüsusilə bu PHP-nin yəni hətta gördüyünüz kimi Azərbaycan dilindən xüsusən də bir növ yer ayrılma cəhdi də vardır. Yəni xüsusi isimlər, yəni insan adları daşıyan yerlər fəzalar artıq biz bunu aşağı siniflərdən bilirik yəni.
Yəni, o kimi alınan prosedurası, hətta PHP-yə bunu başa salmaqdan mümkündür və xüsusi olan bu, bölgülü olan, bir sonraki olan bu funksiyamızda məhz bizlərə ilkin sətrini sözləyir. Yəni, ilkin başlıq olan, simvolizə olan işarə eləməsi və ya hərfinin məhz yüksəlişə doğru olduğunu göstərir. İlk başlıq hərfinin yüksəlir. Alt bölgülüyümüzdə isə gördüyünüz kimi məna anlamıyla ümumi hərflər yüksəlişə doğru. Gördüyünüz kimi, burada ümumi hərflər deyəndə hansı hərflər? Tam olaraq sözlüyümüzdə və ya cümləmizdə yer alan bütünlükdə hərflər deyil, məhz cümləmizdə yer alan ayrı-ayrı bölünümlü, gördüyünüz kimi, sətir, tipli, yazı, bölgün, bir sonraki yazı, xarakter deyə sözlüyümüz var və bu sözlüyümüz əlbəttə ki, bir cümlə timsalıdır. Bu cümlə timsalımızda yer alan hər bir sətir bölgülüklü olan, yəni ayrıca söz kimi hecalara ayrılmış bu bölünüm, əslində bu başlıq, məhz onların başlıq hərfləri yüksəlişə doğru, yəni xarakterizə edilərəkdən bizlərə göstərilmişdir. Yəni bu cür fərqlə vardırılır və biz indi bunun yəni ümumxas olaraqdan hansı cür cəhd bölgülülüyü ilə qarşımıza çıxdığını gördük. Qaydaq biz kodlamamızı əlbəttə ki, daha sonraki bölünümünü yazacağıq biz burada. Bir daha da yenidən bunun üçün biz BR deyə qeyd edək. Yəni, dama xət aşağı düşək və kodlamamızı yəni, bu cür bölgülüyə bildirək. Bundan əlavə bir başqa olan simvollar, simvolların uzunluq sayı deyə bölünüm də vardır. Uzunluq sayı deyə qeyd edək. Belə bölgüləyək əlbəttə ki, yenidən PHP-nin kodlarının açılışı və fəzasında, yəni əksədə olan bölünümün bilinməsi və bu bölünümün məhz indi hansı yəni cəhdliyinə bilməm, bu isə string length sözləri, yəni string length sətir tipikli olan bu bölünüm olan funksiya əslində uzunluğu hesablamağa, yəni təsəvvür edin ki, mən deyirəm salam. Və salam sözünü əgər mən işlədərəkdən məna frazanı bildirmişəmsə, salamda 5 hərfin məhz məna bölgülüyü, uzunluq hesabatının, eləcə də hərf ardıcıllığın nizama alınması və birdən say etibarlılığı ilə sayım prosedurunu nəzərə alaraqdan salam hərfində 5 hərf mövcudluğun rəqəm dəyəri atribut çalarına mənimsədildiyini yəni bizlərə əks etdirir. İndi biz bunu əlbəttə ki, görəcəyik və string length-i bir daha da yenidən hansı prosedurumuza eləyəcəyik? Əlbəttə ki, üçüncü yazı tipli dəyişənim adlı məna frazalı bölgülənən yazı tipli dəyişənimizə yəni. Üçüncü yazı tipli dəyişənim deyə qeyd edək də biz burada əlbəttə ki. Və dəyişənim dedikdən sonra bir daha da yenidən PHP kodlamasının qeydə alınaraqdan bağlanışı, eyni zamanda da BR deyə atributumuzun qeydə alınaraqdan bölgülənməsi. Və bundan başqa simvollar sayımı ardıcıllığından əlavə səliqəlilik bir növrəsi də vardır. Səliqəlilik deyə bildirək əlbəttə ki, daha sonra PHP kodlamamızı bir daha yenidən açaq və eko əksəramızı bildirək. İndi bir sonraki funksiyamız olan bu səliqəlilik isə tam başqa bir bölünümdür. Yəni, dördüncü yeni bir artıq funksiya bəlirləyək, burada artıq bildirək və bunu da deyək ki, dördüncü yazı tipli dəyişənim deyək biz burada. Halbuki biz öncüllükdən sadəcə olaraq 3-ə qədər indiyə kimi, bu vaxta qədər 3-ə qədər dəyişən tanımalıdır. Biz indi məhz bu funksiyayla, yəni ardıcıllıq hesabatını görə bilməyimiz üçün özümüzdən artıq bir daha, yəni dördüncü bir rəqəm bölgülüyü bildirəcək, dəyişənə müraciət edək. Dördüncü bir xal hesabatımızı götürəcək, hesab növrəmizi. Və dördüncü yazı tipli dəyişənim dedikdən sonra, yəni bölgülədikdən sonra bu işləmləmə olan proseduranı, bunun bərabər olan hansı dəyişənə mənsub etmək. Çünki bu dördüncü dəyişənimiz olan yazı tipli dəyişənimiz qiymət xarakteristikası bəlli olmazsa, bərabər edilən bir tərtibat qiymətinə yəni edilmərsə, mənimsədilmərsə, bu boş bir fəzada bir obyekt kimi tanımlanacaqdır. Yəni, bir X-in qiyməti natamamdır deyə bilərik. Yəni, bu cür başa düşülə bilər. Ona görə də məhz dördüncü yazı tipli dəyişənim adlı dəyişənimizə bərabər olan hansı dəyişəni və yaxud ümumən hansı dəyəri mənimsək,
Məhz burada ümumən dəyər deyil, elə dəyişənin 3-ə qədər olan dəyişənlər siyahısından hansı dəyişəni istəyirsə, artıq 4-cüyə ardıcıl olaraqdan bildirəcək. Və bu mövqe yönləndirilməsi ilə burada artıq biz bölgülədiyimiz bu bölünüm əslində birinci yazı tipli dəyişənimiz olacaqdır. Birinci yazı tipli dəyişənimizin, yəni xarakterizə edilən tərəfini olacaqdır. Dəyişənim deyəcəyik biz burada əlbəttə ki. Daha sonra birinci yazı tipli dəyişənimizi qeydə aldırdıqdan sonra boşluq fəzasının, bir daha boşluq işarəsinin qeydə alınması və ayrıcı təbəqə olan nöqtənin qeydə alınması və ondan sonra artıq biz trim deyəcəyik. Trim isə artıq burada səliqəlilik hesabatının kəsilmə bünövrəliliyini bizlərə göstərir. Və bu da bir başqa cür funksiya olduğuna görə əlbəttə ki, hesabat bölgülülüyü bu cür tərz bizlərə əks olunur. Və indi biz birinci dəyişəni məhz 4-cü dəyişənə mənimsətdik. Amma ayrıcı təbəqə ilə bu kəsim hesabatı olan hasilatın məhz ikinci yazı tipli dəyişənim olan məna bölgünlükdə olan bu yazı tipli dəyişənimizə, yəni xarakterizə edirik bunu. Artıq ikinci yazı tipli dəyişənimiz əslində birinci yazı tipli dəyişənimizin bərabər olduğu qiymət olan 4-cü yazı tipli dəyişənimizə bitişik formada bünövrələnəcəkdir və bunu bizlərə təşkil edəcəkdir və vardıracaqdır. İndi biz bunu əlbəttə ki yazdıq burada və bu bünövrə anlayışını qeyd etdikdən sonra biz burada bir daha yenidən qeyd edək. Və artıq səliqəlilik anlamına bura qədər hələlik işlədiyimiz bu anlamları əlbəttə ki yoxlayaq və bunları daha da yaxından şahidi olaq. Fayl menüsünə artıq save edək və qayıdıb səhifəmizi yeniləsək. Baxın, simvolların uzunluq sayı 26-cı xəttdə səhv tapdığını deyir. 26-cı xətt. 26-cı xətt. String-length. Yəni burada biz nəyi qeyd etmişik burada? Gördüyünüz kimi string-length PHP echo 3-cü, burada səhv etmişik. 3-cü gördüyünüz kimi PHP-nin bu yəni qeydə alınması çox gözəl işləmdir. Yəni harda səhvimiz olduğunu, yəni öncəki dərsimizdən səhv məlumat dərsindən artıq biz bilirik və mənimsəmişik. Və burada qeydə almamışdıq. Uzuncu yazı tipli dəyişənim deyə qeyd etmişdim. Məhz ona görə bizə səhv bünövrəsini bildirmişdi. İndi biz 3-cü yazı tipli dəyişənim deyə qeyd etdik və artıq fayl menüsündən save edək. Üzr istəyirəm burada bu yəni yaddan çıxarma prinsipalına görə. Və artıq qaydaq ünvan zonlarını bir daha seçək və səhifəmizi yeniləyək əlbəttə ki. Gördüyünüz kimi simvolların uzunluq sayı məna bölgünlüklü olan string-length funksiyası əslində sətir tipli olan, yəni bir sözlə sətir tipli yazı bölgüm bir sonraki yazı xarakterim cümləmdə əslində 52 hərf simvolizəli bölünüm olduğunu bizlərə bildirir. Bu cümlənin 52 say dəyəri vardır. Və aşağıda isə səliqəlilik. Diqqət yetirsək, bir sonraki üstümüzdə yer alan işləmimizə, yəni funksiyamız üçün nümunəyə, xas edilən dəyişənə, sətir tipli yazı bölgüm, daha sonra bitişik formada sətir tipli yazı bölgüm 1, belə formada. Halbuki burada bölgüm sözündən sonra ara prinsipi alınır. Yəni fəza boşluğu qeydə alınmalıdır ki, bu cümlə burada səhv anlaşılmazlıq kimi və ya bir adi yaddan çıxarma hesabatı kimi bitişik formada qeydə alınmaz. Və kəsim prosedurası, yəni trim atributu funksiyası burada gördüyünüz kimi əslində bitişik bir forma məqbərəsinə gətirib çıxartdıq bu işləmi və bu cür formada cümlələri təqdim etdim və daha sonra yazdı ki, sətir tipli yazı bölgüm 1, sonraki yazı xarakteri deyə bu cür əks etdi bizlərə. Və indi biz bu funksiyalarda gördük əlbəttə ki, qayıdaq bir daha PHP kodlamamıza, redaktor pəncərəmizə və burada artıq bir sonraki olan axtarılma proseduru, daha gözəl bir amil olan axtarılma proseduru deyəcəyik biz burada və bunu da qeyd edəcəyik əlbəttə ki. İlk öncə PHP kodlamamızı açdıqdan sonra echo əmrini deyəcəyik bir daha yenidən. Bunu hansı prosedura deyəcəyik? str, string to string. Yəni, sətir tipliliyin sətir tipliliyinə, özəllik bünövrəsinə, iç bölgünlüyün mənafelik cəhdi ilə götürülmüş əsas təşkillilik nöqtəsinə bunu bildirir.
Halbuki həmən axtarılma məhz əsas olan, yəni əlimizdə olan bu bir cümlənin içərisində hansı yerinin axtarılma prosedurasına uğramasını bildirəcək və bu cür təşkilinə vardıracaq. Əlbəttə ki, biz bunu indi dəyişən adı olan mənimsədilə bilən xarakteristikamıza bildirəcək və bunu bölgüləyəcək əlbəttə ki. Bunu indi biz burada nəyə deyirik? Məhz üçüncü yazı tipli dəyişənim olan bölgülüyə bildirəcək. Yəni yazı tipli dəyişənimizə bildirəcək. Dəyişənim deyə qeyd etdik əlbəttə ki, biz burada və dəyişənim deyə qeyd etdikdən sonra biz burada bunu əlbəttə ki, daha sonra ardıcıllıq fəallılığı kimi vergüllə ayrılmış başqa bir frazaya bildirəcəyik. Çünki biz burada məhz iç bölgülülüyə kök olan əsas məqbərəyə müraciət edirik. Buna görə biz burada üçüncü yazı tipli dəyişənimizin məhz bu sətir tipli olan əsas iç bölgülüyünü bildirdikdən sonra vergüllä ayrılmış daha bir sətir bölgülülüyünə müraciət edirik. Baxın, biz burada vergülü qeydə aldıq və dırnaq içərisində artıq sətir tipi, yəni tipli sözlüyünü qeydinə aldırırıq. Halbuki bu qeydinə aldırılma məhz oradan axtarılma prosedurunu götürəcəkdir. Baxın, cümləmiz yəni nə cür formadadır? Sətir tipli yazı bölgün bir sonraki yazı xarakteri. Bu sözlükdən məhz bizlərə ilkin olaraq cümlənin başlanğıcında olan iki söz bütövlülüyü olan sətir tipli sözlüyünü məhz axtaracaqdır bu funksiya. Qalan yerdə qalan yazı bölgün bir sonraki yazı xarakterim sözləri isə işi olmayacaqdır. Yəni, buna axtarma prinsipalına görə istənilən bir dayaq nöqtəsini axtarma kəmiyyətinin yəni göstərilməsinə gətirib çıxarılacaqdır bu. Və biz də indi bunu əlbəttə ki, burada yəni qeydimizə vardırdıq və bildirdik. Bundan sonra biz artıq burada PHP-ni bağlayaq və bu bölgünlüyü əlbəttə ki, biz sonradan biləcəyik. Bundan sonra biz cərgə ilə əvəz etdirmək də vardır. Baxın, burada cərgə ilə əvəz etdirmək deyəcəyik. Əvəz etdirmək və ad bölgünlüyünü yazdığımızdan sonra bir daha da yenidən əlbəttə ki, PHP proqramalarımızı açıb yəni qeyd etdikdən sonra daha sonra yenə də əks sədamızı bildiririk. Əks sədamızın cərgə ilə əvəz olunma prosedurunu da əlbəttə ki, görə bilməmiz üçün məhz bu ad məna bölgünlüyü daşılan yəni funksiyaya qeydə alacaq əlbəttə ki, buradan artıq aydın izah olunur. Və indi biz bunu replace, yəni string to replace, yəni sətir tipli olan bölgülüyümüzün təkrarən əvəz olunma frazasına, yeni bölümə. Sanki deyirəm ki, mən sizə, mənim adım əvəzdir, mən sizə bu sözü deyirəm, amma funksiyamla desəm, deyəcəksiniz ki, mənim adım Rüfətdir, mənim adım Aydındır, mənim adım İlyasdır, mənim adım filankəsdir deyilir. Çünki burada funksiya təsadüfi bölgülənən və silsilə etibarlılığı ilə hansı bölünüm varsa, məhz ona prinsipallıq kimi sonradan cəhdinə vardıraraqdan yeni ad məna feililiyi bölgünə mənimsədir. Yəni mənimsədir bunu bildirir. Baxın, biz burada yəni echo, yəni burada funksiyamızın adı olan str replace deyə bölünümünə yəni qeyd olunacaq və əlbəttə ki, daha sonra biz burada hansı bölgündən məhz yazı deyəcəyik biz burada. Yazını seçdikdən sonra bu bölümündən, daha sonra silsilə təşkilindən nəyi seçsin? Məhz təşkilliliyi deyək biz burada. Təşkilliliyi. Və qeyd etdikdən sonra əlbəttə ki, burada bir daha da vergüllə ayrılmış üçüncü bir frazamız olan yenə də dəyişən adına müraciət edərəkdən, lakin burada biz üçüncü yazı tipli dəyişənim deyə bölgülüyə mənafiyini bildirəcəyik. Yazı tipli dəyişənim. Bildirdikdən sonra əlbəttə ki, biz burada bu bölünümün də yəni necə bir frazaya uğradığını əlbəttə ki, görəcəyik və bunu da indi biz burada sonluğunu bildirəyək əlbəttə ki, çünki bu prosesin uğrama artıq fəallığı sona çatmalıdır. Bunu da başqa proqramalar kimi ələxsus hamısını əslində bir cümləyə aidiyyatını etmişik biz burada və bunu da görəcəyik əlbəttə ki. İndi biz burada bir başqa formuladan da yəni danışacağıq, amma ilkin öncədən bu iki axtarılma proseduru və cərgə ilə əvəz etdirmək
funksiyasını görək əlbəttə ki. İndi biz fayl menüsünə save edək. Qayıdaq ünvan zolağını seçərək PHP faylımızı bir daha brauzerimizdə, yəni səyyah olan, bələdçi olan proqramımızda yeniləyək. 29-cu xəttə səhv. 29-cu xəttə səhv. Burada nəyi qeyd etməmişəm mən görəm? 3-cü yazı tipli dəyişənin görək. Burada nəyi qeyd almamışıq? Burada qeydə aldığımız əslində bir prinsipalıq var idi. Və fayl menüsünə save edək bir daha. Əlbəttə ki, mən burada üzr istəyirəm səhvlərim üçün bir daha. Yəni, bu olur belə bir şey. Yəni, qədər məntiqlə bu dərsliyə hazır olmaq əlbəttə ki, böyük bir işdir. Artıq siz bunu başa düşürsünüz. Belə başa düşürəm, yəni görürsünüz. Artıq səhifəmizi bir daha yeniləyək. Gördüyünüz kimi, axtarılma proseduru əslində sətir tipli yazı bölgün bir sonraki yazı xarakteri. Bir növ biz bunu, yəni fərq anlamı kimi yeni bir dəyişkənlə uğrama prinsipallığı kimi nəsə bir nəticə verdiyini görə bilmirik. Əslində bu vermişdir nəticəni artıq. Məsələn, qayıtsaq bu axtarılma proseduruna. Gördüyünüz kimi PHP kodlarımızı açıb bağladıqdan sonra əksəranımızı məhz string to string, yəni sətir tipliyə, yəni iç bölgülü olan, silsilədən olan, 3-cü yazı tipli dəyişənim olan, baxın, ən əvvələ qayıtsaq, 3-cü yazı tipli dəyişənimiz bərabərdir 1-ci yazı tipli dəyişənim və 1-ci yazı tipli dəyişənimizə isə qayıdıb baxsaq, onun bərabər olduğu qiymət 2 dırnaq içərisində yazılan, sətir tipli olan, yazı bölgülü olan, ad mənası ilə bildirilən sətir tipli yazı bölgüm adından mənimsədilmişdir. Və bununla bərabər 3-cü yazı sətir tipli sözlüyün də eyni zamanda, yəni bunun önlüyünə, yəni ilkin olaraqdan tərzi əksini axtarılma bünövrəsini bildirmişdir. Və qaydaq yenidən bir daha səhifəmizə gördüyünüz kimi cərgə ilə əvəz etdirmək. Sətir tipli təşkilliliyi bölgün bir sonraki təşkilliliyi xarakteri. Sətir tipli təşkilliliyi bölgün bir sonraki təşkilliliyi xarakteri. Və bu sözlüyü də cərgə ilə əslində bir düz xətt olan sütunumuzda ardı-ardı sanki cümlənin ortasında bir neçə sözlük də əlavə etmiş kimi oldu. Və bu cür mənasına bölgülədik və bildirdik. Biz qaydaq kodlamamızı əlbəttə ki, burada artıq bir başqa kodlama olan bölümündən bəhs edəcək əlbəttə ki. İndi biz burada bölgünlüyü bildirək və ad mənasını bildirək. Təkrar olunma deyə funksiya da vardır bundan başqa. Təkrar olunma özəlliyi isə əslində bizlərə, baxın, PHP kodlamalarımızı açıq bağlayaq və echo əmrini sabit, yəni standart qeydə alaraq və hələ ki saxlayaq və string repeat atributu da vardır. Yəni string to repeat, yəni sətir tipliliyi olan bölgünlüyümüzün təkrarən olması, döngüyə qaytarmaq, döngü hesabatı hasilatına bünövrələmək və bəlli etmək. Repeat dedik biz burada əlbəttə ki, funksiyamızı açıb bağladıq və funksiyamızın tərkibində hansı bunu cəhdinə bildirəcək. Məhz bunu 3-cü yazı tipli dəyişənimizə bildirəcək əlbəttə ki. Bunun üçün dəyişənin işarəsi 3-cü yazı tipli dəyişənim deyə adına mənsub edəcək, bunu da əlbəttə ki bildirəcək. Daha sonradan biz burada vergüllə ayrılmış bir neçə frazaya bəlirləyəcək bunu. Hansı frazaya? Məhz rəqəm tipli frazaya. Rəqəm tipli frazamız isə gördüyünüz kimi burada məhz 2 rəqəmli olan aidiyyətlılıq bölgünlüyünə mənsub edilmişdir. Və bundan sonra biz burada diyarı qeyd edək əlbəttə ki. Daha sonradan biz burada alt cərgə nizamı adlılıqlı bölünmə müraciət edir. Alt cərgə nizamı deyə bölgünlüyə müraciət edir əlbəttə ki. Və kodlamalarımızı açaq bağlayaq. PHP echo daha sonradan alt bölgülü, yəni bu cərgə bütövlüyümüz olan bu kodlama nizamı da əslində bir növ adından bizə bir anlayış frazası kimi göstərilir. Bu isə substring deyə bilinir. Substring isə, yəni substring əslində bu cərgənin nizama, sətir tiplilikli, yəni sətir tipli bu dəyişənlərimiz və ya söz bütövlülüyümüz olan cümlə hasilatımızın məhz
alt cərgə nizamı ilə qeydə alındığını, yəni alt cərgə nizamının bünövrələndiyini gətirib çıxardır bu hasılatı olaraq. Biz bu kodlamalarımızı əlbəttə ki, hansı bölümə bildirəcəksə onu yazacağıq. Substring əlamətini də həmçinin. Burada substring əlamətini məhz yenə də 3-cü yazı tipli dəyişənim deyə yazı tipli dəyişənimizə bildirəcəyik bunu da yenə də. 3-cü yazı tipli dəyişənim deyə qeyd edək və dəyişənimizi bildirdikdən sonra isə biz burada əlbəttə ki, vergüllə ayrılmış yenə də bir başqa məna frazalarına bildiririk. Bu isə rəqəmlə bildirilir və rəqəm atributlarına bildirilir. Yəni, cərgə nizamının bəs 5-ci sözdən, məsələn, 10-cu sözlülük ardıcılığına və ya hərf kimi bölgülənən bu istiqamətinə bölünərik, bu alt cərgə nizamına. Biz bunu əlbəttə ki, funksiyasında daha sonradan öncüllülük təşkillilik kimi görəcəyik əlbəttə. İndi biz bu iki proseduru əlbəttə ki, yazmışıq burada, təkrar olunma və alt cərgə nizamı. İlkin olaraqdan bu iki funksiyanı yoxlayaq və fayl menüsünə hələ ki, save edək, yaddaşa verək və qaydaq səhifəmizi yoxlayaq. 30-cu xəttə yenə səhv, harada səhv etdim mən. Burada PHP-ni bağlamamışam. Yenə üzr istəyirəm. Fayl menusundan save edək. Qaydaq səhifəmizi yeniləyək. Gördüyünüz kimi burada təkrar olunma, sətir tipli yazı bölgün, bir sonraki yazı xarakterim, sətir tipli yazı bölgün, bir sonraki xarakterim, yazı xarakterim. Gördüyünüz kimi bir cümləni 2 dəfə rəqəm etibarlılığı, sıra siyahısı və say hesabına bölgünlüyünə görə məhz bizlərə 2 dəfə arda-arda eyni cümləmizi yazdırmağa qərq etdi və sövqünə vardıraqda bizlərə göstərdi. Alt cərgə nizamı isə tipli yaz sözlüyünü əslində bizə bildirdi. Burada ümumən cümlədə olan bütün sözlüklərin alt cərgə nizamına deyil, müxtəlif olan və məxsusi olaraq götürülmüş və öncədən nəzərə alınmış tipli yaz sözlərini məhz hansı ki biz dırnaqda o tipli və yaz sözlərini qeydə aldırmışdıq biz burada, yəni onları bildirdi bizlərə. Və bu bölünümdən sonra əlbəttə ki biz bir başqa kodlama olan qaydaq kodlama pəncərəmizi əlbəttə ki bunu da yazaq. Bu isə mövqeyini axtarmaqdır. Mövqeyini isə position search artıq burada başa düşülür. Mövqeyini axtarmaq deyə qeyd edək ilkin öncədən ad məhələ axtarmaq və bunu da ki əlbəttə ki PHP kodlamalarını işləyirik, eko dedik, yəni PHP-ni açdıq və eko əksəramızın mövqeyini axtarmaqsa strparse, yəni ki string position. Sətir tipli olan bu yazı bölgülüyün və ya məna frazalı olan sətir simvolizələrinin string, sətir tipliliyi mövqeyisini axtar. Bunu axtaracaqdır bizlər əslində. Baxın, bu yazı bölgümüzdə əslində nəyə qeyd edilir? Bir daha da bu mövqeyini axtarmaq prinsipallığını, yəni bölgülüyünü 3-cü yazı tipli dəyişənim olan məna bölgülüyümüzə xatırlanacaq. Buna əlbəttə ki, yazı tipli dəyişənim daha sonradan bu yazı tipli dəyişənimi qeyd etdikdən sonra vergüllə ayrılmış 2 dırnaq içərisində hansı sözlüyü axtarsın məhz sonraki yazı sözlüyünə axtarsın məsələn bizlərə burada yazınızın, yəni ümumən cümləmizin olan, tək cümləmizin olan içərisindən məhz bizlərə. Daha sonra artıq biz kodlamamızı burada bağlayaq, eyni zamanda da BR-ı yaddan çıxartmayaqdan qeydə alaq və bildirək. Üst bölgülükləri BR-ı yaddan çıxartmışıq, burada qeyd edək və BR-ı qeyd etdikdən sonra bu cür formada bildiririk. Bundan başqa əlavə əlbəttə ki, başqa bir mövzulu olan kodlamasını da yazaq. Bu isə ayrıca xarakteri axtarmaq kodlamasıdır. Baxın, xarakteri axtarmaq, bunu da yazaq. Xarakteri axtarmaq deyə qeyd edək və PHP-imizin kodlamasını açaq. PHP echo. Burada hansı xarakteri axtaracaq? Bu isə string xarakterdir, yəni string xarakterdir, yəni str, cıhırı, yəni qısaldılmış formalardır. Biz bunu artıq bilirik, yəni sadə bölgünlük fərqindən, yəni biz bunun şahidi oluruq, yəni bu bütün funksiyaların əlamətlərinin.
Və bu funksiya yönümlü olan bu string xarakteri əslində hansı dəyişənimizdən nəyi axtarsın bizlərə? Bax, bu var, əsas olan bu bölgünlük ortada. Məhz bunun üçün bizlərə bu üçüncü yazı tipli dəyişənim adlı dəyişənimizdən məhz bizlərə axtaracağı nizam bölgülüyü əslində vergül ayrılmış və yenə də 2 dırnaq içərisində qeydə alınmış hansı olsun. Məsələn, sözlüyümüzə olan cümləmizə baxsaq burada sətir tipli yazı bölgüm bir sonraki yazı xarakterim deyir, ümumxas cümləmiz var. Burada hansı hərfi məhz bu boyda cümləmizin yəni içərisindən axtarsın bizlərə, ümumxas olan bu cümləmizin. Bizlərə burada gözümüzə ilkin hərfi sataşan və ya neçənsə hərfi sataşan bir sözlükdən seçir. Məsələn, P hərfini istəyirəm axtarsın. Mənə bu boyda yazma içərisindən məsələn xarakteri axtarma funksiyam. Və məhz onu axtarıb tapacaqdır bizlərə və onun təşkilinə vardıracaqdır və bizlərə əks-səda edərəkdən, yəni bölgünlüyünü bildirərəkdən göstərəcəkdir. Və bu mövqəni axtarmaq və xarakteri axtarmaq kodlamalarını da ki, əlbəttə ki, yazdıq və bununla biz PHP olan funksiyalarımızı yerinə yetirdik və fayl indi save edək, qayıdaq, hipersənədimizi bir daha yenidən yeniləyək. Gördüyünüz kimi, mövqəni axtarmaq 28 dəyər rəqəmi çalarına bölgüləndi. Yəni, bu rəqəm sıra siyahısına bölgüləndi və xarakteri axtarmaq T ilə artıq tir tipli yazı bölgün bir sonraki yazı xarakteri adlı 2 xarakteri burada T hərfi ilə tir və tipli adlı 2 yazı olan bölgülüyümüz olan T hərfi ilə nizama aldırılan bölgülüyü bizlərə yəni xarakterizə edərəkdən göstərdi və bunu bizə əksi fəzasını yəni bölgüləyərəkdən bildirdi. Bu dərsimizdə bu qədər. Yəni dəyişənlərin funksiyalarda, yəni rol ardıcılığı və rol tərtibatı, eləcə də rol gedişatı ümumxas olaraqdan bu qədər və bir sonraki dərslikdə görüşmək ümidi ilə bir daha yenidən sizə təşəkkür edirəm və sağ olun.